Seriallar yalnız əyləncə vasitəsi deyil, həm də mədəniyyətin təbliğində, iqtisadiyyat və sənaye potensialının formalaşmasında mühüm əhəmiyyətə malik audiovizual məhsuldur. Dövlət dəstəyi ilə çəkilən seriallar isə bir çox ölkələrdə bu sahənin inkişafını müəyyən edən əsas strategiyalardan biridir. Bu ən texniki, ən xırda texniki işlərdən tutmuş, aktyor heyətinə, senarist heyətinə qədər, rejissor heyətinə qədər maddiyyat önəmlidir və burada dövlətin dəstəyi çox vacibdir. Hər səhnənin arxasında 40-dan çox texniki işçi çalışır. Sabit maliyyə vasitəsilə səhnələr daha detallı və keyfiyyətli çəkilir. Bütün bunlar göstərir ki, dövlət layihələrində texniki standartlar yüksəlib və yerli serial bazarında peşəkar yanaşma formalaşıb. Dövlət hesabına çəkilən serialların əsas müsbət cəhətlərindən biri də aktyorlar üçün davamlı məşğulluq və peşəkar təcrübə imkanları yaratmasıdır. Uzun müddətli serial layihələri aktyorlara obraz üzərində işləmək, xarakterin psixoloji inkişafını izləmək və daha stabil aktyor texnikası formalaşdırmaq imkanı verir. Bu yaradıcı işdir və biz burada çalışırıq ki, 100% öz gücümüzü sərf edək ki, hər şey qənaətbəxş olsun, hər şey yaxşı olsun, tamaşaçıların zövqünü oxşayaq. Amma bununla bərabər tək bizimlə iş bitmir. Bu kollektiv iş olduğu üçün əlbəttə ki, hər bir sahədə pul ayrılmalıdır. Ben artık harcıdır. Onun dışı seriallar istəyirəm. Amma indi görəm dövlətin qayğısı olanda seriallar, iş şəraiti daha yaxşı olur. Çünki prodüserlərdə sponsor axtarmırlar, ora qaçmırlar. Bilir ki, dövlət arxasına gəlib kömək edəcək. Peki belə köməklər olsa dövlət tərəfindən mümkün o bizə inkişaf edir. Özel sektorun istehsal etdiyi seriallarda isə əsas hədəf tamaşaçı reytingidir. Buna əsasən süjetlər daha dinamik və kommersiya yönümlü qurulur. Seriallar və yaxud da ki, filmlər və ya qısa filmlər tamaşaçıya təqdim olunursa, əksər tamaşaçı bunu qəbul eləmir. Biz bunu reyting cədvəlində reytinglərin aşağı olmasından bilirik. Dövlət öz dəstəyini bizim üstümüzdən əsirgəmir. Bu öz tərəfində. Amma sponsor dəstəyi də olanda artıq necə deyim, yəni daha keyfiyyətli, daha da fərqli ssenarilərin üzərində işləmək imkanımız olur. Məsələn, yaxın keçmişdə 2020-ci ildə dövlət dəstəyimizlə ARV televiziyasında mənim çəkdiyim idarə serialı yayımlandı. 10 seriyadan ibarət idi, sosial yönümlü layihə idi. 10 seriyadan ibarət olduğu halda serial çox uğurlu oldu. Son dövrlərdə televiziya seriallarının istehsalında dövlət iştirakının artmasının bariz nümunələri Azərbaycan televiziyası tərəfindən çəkilən Dirilən Adam və 4-cü Divar ekran işləridir. Dövlət dəstəyi ilə çəkilən seriallardan biridir Dirilən Adam. Bir sərgi səhnəmiz var. Bu da serialın ən, belə deyək də, can alıcı, ən dərin, gərgin məqamlarından biridir. Çünki bu səhnə çox şey həll eləyir, qəhrəmanın iç dünyasını biruzə verən səhnələrdəndir və aktyor heyətimiz çox peşəkarlardan ibarətdir. Bununla yanaşı, digər televiziya kanallarında da dövlət dəstəyi ilə seriallar hazırlanır ki, bu da prosesin yalnız bir kanalla məhdudlaşmadığını göstərir. Hazırda ictimai televiziyada dövlət sifarişi ilə bir neçə serial istehsal olunur. Bunların içərisində Bölmə adında serialımız gələn ilin əvvəli efirdə olacaq. Daha sonra Mikrorayon adında serialımız var, qısa seriallardan o efirdə olacaq. Bir də Əqrəb mövsümü 3 serialı gələn il inşallah bizdə efirdə olacaq. Gündəlik seriallarımız da var, hazırda istehsaldadır. Onlardan biri Atalar və Qızlar adında serialdır və Sığınacaq adında serialımız olacaq. Nəticə olaraq dövlət hesabına çəkilən seriallar Azərbaycan televiziyasının inkişafında mühüm əhəmiyyətə malikdir. Ancaq sözü gedən inkişaf təkcə maliyyə dəstəyi ilə deyil, yaradıcı keyfiyyət, peşəkar yanaşma və sağlam rəqabət hesabına mümkündür. Arzu Yusif, Novruz Kazımov, Vahabi Manzadə, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.